Əsas növləri individual mentorluqdur və mən dediyim bu iki növ individual mentorluğa aiddir. Amma ondan başqa bəzi digər növləri də mövcuddur. Məsələn, qrup mentorluğu. Nədən ibarətdir? Hərəsi öz müstəqil öz problemlərindən mentora yaxınlaşırlar, bir qrup təşkil olunur və öz səsləndirirlər öz çıxış yolu tapmaq məsələlərində və müəyyən alqoritmlər əsasında bir mövzu seçilir, hansı ki, daha çox insanın diqqətini cəlb edir, maraqlı gəlir və mentorun fasilitatorluğu əsasında o çıxış yolunun birgə qrup şəklində o çıxış yolu tapmağa çalışırlar. Digər mentorluq növü komanda mentorluğudur. Yəni, bir şirkətdə çalışan bir komandanın ümumi problemi olur və onlar çıxış yolu tapa bilmirlər və ya ki, məqbul olmur hamısına, onda mentoru dəvət edirlər. O komanda daxilində mentor çıxış yolunun tapılmasına həmin komandaya dəstək olur. Başqa maraqlı növlər də var. Məsəl üçün, eyni vəzifəli, eyni səviyyəli insanların bir-birinə mentorluq etməsi.